Bir qadın tanıdım cənnət bağında. Torpağı ehmalca alışdırardı. Çiçəyin ətrini öz darağında darayıb yavaşca qarışdırardı. Səhəngi alardı sübh çağı tezdən, düşərdi sacaqda bulaq başına, aşardı qayalar, keçib dərədən, qorxmazdı gəldiyi bəlaşına. Meşədə dələlər baxardı ona, salam verərdilər al pərvanələr, ismətlə biçilmiş həmən o dona, qorxardı qonmağa o kəpənəklər. Çatlaq izlərindən əlin xınası, sürməsi budağın qopmuş yerindən, səsini duymuşdur şahın dühası, əmr etdi, gətirin yerin dibindən. Yetişdi ordunun zireh sürsatı, qandalla zəncirlə bağlayıb onu, nə yazıq yox idi zinət büsatı, namusdan bir təkdi, biçilmişdi onu. Hüzuruna gəldi Əla Həzrətin, qaldır sən başını, baxsınlar sənə, nədir məndən söylə, dilək, istəyin, niyə heç kim deyil sənin vecinə? Dilərəm doğduğu sən şahı ana, gətir bir gün olsun mənim yerimə, qoyma bulaşsınlar bir daha qana, dəyər verilsin qoy sənin şeirinə. Əmr etdi, gətirin uca anamı, qoy olsun bir günlük onun yerinə, nədir bu dediyi işin anlamı, dəyər verilmir ki mənim şeirimə? Əla Həzrət gördüm, hörmətli şahım, ac yatır gələcək körpə şahları, xəstə dərmanları yox idi belə, ağladım, ağladım, qaçdı iştahım. Anladı padişah bu fəlsəfəni. Əmr etdi paylansın pulsuz azuqə. Əziyyət çəkməsin heç bir kimsəni. Bu qadın layiqdir zərtaxt yerinə. Beləcə firavan xoşbəxtlik gəldi. Bütün vətəndaşlar eyni biçimdə. Təbiət yenidən gülüb dirçəldi. İndi anlam oldu padşah şeirində. İndi anlam oldu padşah şeirində.